Ən qədim insanlar. İnsanın təkamülündə 3 yarım mərhələyə bölünür. Ən qədim insanlar, ilk müasir insanlar. Ən qədim insanlar pitkantroplar, sinantroplar, Heidelberg adamı və azxantropdur. Hər birinin xüsusiyyətləri mütləq şəkildə əzbər bilməliyik, yəni testlərə düşür. Öncə pitkantroplar haqqında. Pitkantroplar meymunlarla insanlar arasında mövqe tutan qrupdur və ilk dəfə pitkantropları 1891-ci ildə Asiya qitəsində Yeşen Dubai tərəfindən tapılmışdır. Yəni İndoneziyanın Yav adasında, yəni Asiya qitəsində tapılmışdır. Daha sonra Afrika və Avropa qitələrində də pitkantropların qalıqlarına rast gəlindi. Pitkantroplar dik gəzən, boyunları hündür, 170 sm-ə qədər boyunlarının hündürlüyü vardır. Beyin həcmləri isə burada indi təzə kitablarda çıxardılıb, yadınızda qalsın. 900-1110 santimetrin kubuna bərabərdir beyinlərinin həcmi. Gözlərinin üstündə qaşüstü yastıcıqlar vardır və çənəaltı çıxıntıları yoxdur və çənəaltı çıxıntıları olmadığına görə nitq qabiliyyəti yoxdur. Lakin bunların beyinlərinin alın və gicgah payları insana bənzər meymunlara nisbətən daha yaxşı inkişaf etmişdir. Yəni burada da dərsimizdə verib, alın və gicgah payları daha yaxşı inkişaf etmişdir. Sürü halında yaşamışdılar, Hannibal idilər. Hannibal bilirsiniz də öz növündən olan nə qidalanmaq həmin Hannibal adlanırdı bunlarda. Sürü halında yaşamışlar və oddan və daş alətlərdən istifadə etmişdilər. Daş alətləri bunların ərsin və burğudan istifadə etmişdilər. Yaşayış məskənləri olmamışdı. Bunların ümumiyyətlə yaşayış məskənləri olmayan və paltar geyinməmişdilər. Bax, mütləq şəkildə sürü halında yaşamışdılar. Oddan istifadə etmişdilər. Daş alətlərdən istifadə etmişlər. Yaşayış məskənləri yox idi, paltar geyinmirdilər. Bax, əlavə deyim ki, biz avstropiteklər də dedik ki, sürü halında yaşayan yırtıcı idilər. Amma onlar əmək aləti kimi həm daşdan, həm sümükdən istifadə etmişdilər. Amma yadınızda qalsın, pitkantroplar yalnız daş alətlərdən istifadə etmişlər. Əmək alətləri hansılar idi? Ərsin və burğunu misal göstərmək olar. Harda tapılmışdı ilk dəfə? Asiya qitəsində. Beyinlərinin həcmi nə qədər idi? 900-1100 santimetrin kvadratı. Dik gəzmişdilər, 170 santimetr olmuşdu. Qaşüstü yastıcıqları vardı, çənaltı çıxıntıları yoxdur. Yəni nitq qabiliyyəti yoxdur. Digər ən qədim insanlar sinantroplardır ki, sinantroplar isə Pekin yaxınlığında Çin adamı da adlandırılır, buna görə tapılmışdır və ən son tapılan sinantroplar idi. Bunu yadımızda saxlayaq və sinantroplar Asiya qitəsində. Çin hara aiddir? Asiya. Yalnız hansı qitədə tapılmışdır? Asiya qitəsində tapılmışdır. Və bunların pitkantroplara bənzəsələr də onların sol beyin yarımkürələrinin payı sağ beyin yarımkürələr payından daha yaxşı inkişaf etmişdir. Sağaxay olduğunu da sübut etmişdir. Yəni onlarda sol beyin yarımkürələr qabığı sağ paylarından daha yaxşı inkişaf etmiş və sağaxay olmuşdular. Və bunların da alt çənələri, dişləri vardı. Hətta bunlarda da qaşüstü yastıcıqları vardı. Çənə altı çıxıntıları da yox olmuşdu. Yoxdur, ümumiyyətlə yoxdur. Deməli, hər ikisində, həm pitkantroplarda, həm sinantroplarda, hər ikisində qaşüstü yastıcıqlar vardı, hər ikisində çənaltı çıxıntılar yoxdur. Və bunlar özləri, yadınızda qalsın, bunlar mağaralarda yaşamışdılar. Mağaralarda yaşamış, Çin adamı adlandırmışdır və orada sığınacaq kimi mağaralardan istifadə etmişdilər. Və bunlar əmək aləti kimi daşdan, buynuz, sümükdən hazırlanmış əmək alətlərindən istifadə edirdilər və bunlar dəri paltar geyinirdilər. Ən vacib olan diqqətimizi çəkən, testlərdə həmişə düşən, odu qoruyub saxlayan ilk dəfə sinantroplar olmuşdur.
Odu qoruyub saxlayan biri bax necə ki, hər hansı bir meşə yanğını baş verib, bu zaman yanğın baş verir. Odu saxlayırlar. O odu necə qoruyurlar? Bax bu şəkildə də görürsünüzmü? Üzərinə gətirib odun əlavə etməklə, çırpı əlavə etməklə odu saxlaya bilirlər. Odu qoruyub saxlayırdılar sinantroplar. Oddan sadəcə ilk dəfə istifadə etmişdilər pitikantroplar. Sinantroplar isə həm oddan istifadə etmiş, həm də onu qoruyub saxlamışdılar. Bax, əldə etmişdilər demirəm. Əldə edənlər başqa qrup idi. İndi adını çəkəcəm. Deməli, sinantroplar da ilk dəfə Asiya qitəsində tapılmışdı. Yalnız Çin adamı adlandırılırdı. Bunların sol beyin yarımçıları daha yaxşı inkişaf etmişdi. Əmək alətləri daş, buynuz və sümükdən istifadə etmişdilər. Mağaralarda ilk dəfə sığınacaq kimi istifadə etmişdilər. Qaşüstü yastıcıqları yaxşı inkişaf etmişdi. Çənaltı çıxıntıları isə yox idi. Digər qədim insanlara Heidelberg adamı idi ki, Heidelberg adamın qalıqları ilk dəfə Avropada Almaniyanın Heidelberg şəhəri yaxınlığında 1907-ci ildə tapılmışdır. Daha sonra Asiya və Afrikada tapılmışdır. Deməli, 3 qitədə tapıldı Heidelberg adamı. Sinantrop bir qitədə tapıldı. Asxantrop da yalnız bir qitədə tapılıb Asiyada deyəcək. Deməli, Heidelberg adamın isə yalnız alt çənə sümüyündə tapılmışdır və alt çənə sümüyünə dik baxdıqda çənə altı çıxıntı yox idi. Qaşüstü yastıcıqları yaxşı inkişaf etmişdir. Ümumiyyətlə, bir qayda olaraq yenə təkrar deyirəm ki, ən qədim insanlar, pitikantroplar, sinantroplar, Heidelberg adamı, azxantroplar Hannibal idi. Yəni, öz növlərinə aid olan, öz sürülərindən olan insanlarla qidalana bilirdilər. Digəri isə asxantropdur ki, Azərbaycanın Xocavənd, bax, qeyd edirik. Əvvəlcə Füzuli rayonu deyilirdi. Bu artıq düzəlib. Köhnə kitablarda Füzuli yazılır. Yeni kitablarda isə çalışın dərsi yeni kitabların PDF-indən oxuyun. Xocavənd rayonu ərazisində Azıq mağarasında bir insanın alt çənə sümüyü tapılmışdır ki, onlar da sürü halında yaşamış, oddan istifadə etmişlər, hətta dəri paltar geyinmişlər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışdır. Tapılan qazıntılar azxantropların qazıma üsulu ilə, bu testdə düşür, qazıma üsulu ilə yerdə ocaq qurduqlarını da göstərmişdir. Deməli, azxantroplar da Asiya qitəsində Azərbaycanın Xocavənd rayonunda tapılmışdır. Ona görə Azərbaycan ölkəsimizdə, bizim ölkədə ən qədim insan yaşayış məskənlərindən biri hesab olunur. Dəri paltar geyinmişdir sinantroplar, dəri paltar geyinmişdir azxantroplar. Paltarsız gəzirdilər pitikantroplar. Bunlar oldu ən qədim insanlar. Xocavənd rayonu da yadımızdan saxlayaq və Xocavənd rayonu mən bildiyimə görə Zəngilan rayonuna da aid edilir. Digər yarım cinsimiz olan bizim oldu qədim insanlar və ilk müasir insanlar. Qədim insanlar neandertallardır, ilk müasir insanlar isə kromanialları misal göstərə bilərik. Ən qədim insanın skeleti neandertalın skeletidir. Ən qədim insanın əmək alətləridir, neandertalların əmək alətlərini misal göstərmək olar. Neandertallar qədim insanlardır. Onların qalıqları da ilk dəfə İspaniyada tapılmışdır və 1856-cı ildə Almaniyanın Neandir çayı vadisi ərazisində tam skeleti aşkar edilmişdir. Deməli, ilk dəfə İspaniyada tapılsa da İspaniyada, amma adı tapıldığı yerdən əlaqəli adı eyni deyil də, yəni neandertallar adlandırılır, amma ilk dəfə İspaniyada tapılmışdır, amma İspaniyada tapılsa da Almaniyanın Neandir çayı vadisi ərazisinin tam skeleti də aşkar edilmişdir 1856-cı ildə. Daha sonra qalıqları Avropa, Asiyada tapılmışdır. Deməli, neandertallar da hansı qitələrdə tapılmışdı? İki qitədə. Hansı oldu? Asiya və Avropada. Bədənlərinin ölçüsü, uzunluğu, bunların boyları, daha doğrusu 155-165 sm olmuşdur. Və bunların onurğa əyrilikləri zəif inkişaf etmişdir. Yadınızda qalsın, bu neandertallar ilk dəfə qrup halında yaşayan insanlar idi. Onların qruplarında minimum 50, maksimum 100 nəfər yaşayırdı. Testdə də düşür ki, minimum neçə nəfər yaşayırdı bir qrupda? 50 nəfər.
nəfər, maksimum neçə nəfər yaşayar? 100 nəfər. Dəri paltar geyinirdi, oddan istifadə edib, hətta odu əldə etməyi bacarmışdılar. Qədim insanlar, sinantroplar odu əldə edə bilmirdilər. O qığılcımlar nəticəsində, elektrik boşalmaları nəticəsində yanğınlar baş verdikdə od əmələ gəlirdi, onu istifadə edirdilər. Amma neandertallar özləri artıq od əldə edə bilirdilər. Və beyin qabığındakı qırışlar müasir insanlara nisbətən az idi və bunların da qaşüstü yastıcıqları yaxşı inkişaf etmişdir. Lakin bəzi nümayəndələrində çənaltı çıxıntıları var, bəzi nümayəndələrində isə çənaltı çıxıntı yox idi. Və çənaltı çıxıntı olmayanlarda isə nitq, bəzən aydın olmayan nitq yaranmışdır. Deməli, ilk dəfə neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq vardı. Və neandertallarda olan mitoxondrilərinin DNT-si hətta ilk dəfə insana daha çox oxşayırdı. Və bunun əlavə deyim ki, ilk dəfə bunlarda dini ruşeymləri, yəni din haqqında ilk dəfə məlumatlar məhz bunlarda, neandertallarda yaranmışdır. Və neandertallarda dedik ki, onlar qruplar halında yaşayırdı və qruplar halında yaşadıqda əmək bölgüləri yaranmışdı. İlk dəfə bunlarda əmək bölgüləri vardı. Yəni kişilər ov edirdi, qadınlar uşaqlara baxırdı, bitki mənşəli məhsullar toplayırdı və s. və sığınacaqlardan istifadə edib ən çox mağaralarda yaşayırdılar. Və əmək alətləri daşdan, sümükdən, ağacdan hazırlayırdılar. Nədən? Daşdan, sümükdən, ağacdan. Bunları mütləq yadımızda saxlayaq. Əmək alətləri hansılar idi? İti ucluq, ərsin, tiyə. Ərsinə biz harda rast gəldik? Bir də pikantroplarda rast gəldik. Deməli, pikantroplarla neandertalların oxşar əmək aləti hansı idi? Ərsini misal göstərə bilərik. Əmək bölgülərini də dedik. Bunlar ilk dəfə əmək bölgüləri yaranmışdır. Digər nümayəndəmiz Kromonyanlardır ki, ilk müasir insanlar yaradı. Kromonyanlar 4 qitənin 4-ündə də tapılmışdı. Asiya, Afrika, hətta Avstraliya və Avropa qitələrində də təsadüf edilmişdir. İlk dəfə Kromonyanlar məhz Fransanın Kromonyon kəndi yaxınlığında tapılmışdır ki, və onlar digərlərindən asılı olaraq boyları çox ucu olmuş, 180 sm-ə çatmışdılar. Kromonyanların beyinlərinin həcmi 1600 kub santimetr idi. Neandertalları isə unutdum demədim, 1400 kub santimetrdir. Kromonyanlarda 1600 kub santimetr. Daha sonra sinantropları unutdum demədim, bilmirəm, təzə kitablarda çıxardıblar, amma köhnələrdə var. 1220 kub santimetrə bərabər beyinlərinin həcmi olmuşdur. Və Kromonyanlar ilk dəfə öz qurduqları, özləri düzəltdikləri evlərdə yaşamışdılar. Və artıq Kromonyanlarda bioloji amillərdən sosial amillər daha çox üstünlük təşkil edirdi. Hətta bunlar əkinçiliklə, heyvandarlıqla məşğul olurdular. Hətta öz alətlərini bəzəmək qabiliyyətinə malik idilər. Bəli, öz alətlərini bəzəyirdilər. Əmək alətləri hansılar idi? Daş ucluq, ağac dəstəyi ucluq, buynuzdan düzəldilmiş qarmaq, harpun, nizə və s.dən istifadə etmişdilər. Qayaüstü rəsmlər çəkirdi, öz əmək alətlərini neynirdi? İstifadə edirdi. Artıq Kromonyanlarda da dini ruşeymlər daha da inkişaf etməyə başlamışdılar və onlar öz ailələrinə qurban vermiş, qadınları, uşaqları, xəstələrin qayğısına qalmış hesab olunurdu. Və Kromonyanlarda təkrar deyirəm ki, sosial amillər daha çox üstünlük təşkil etmişdilər və 4 qitədə tapılmışdı Kromonyanlar. Və burada isə digər mövzumuzda isə mən irklər haqqında məlumat verəcəm. Biz bilirik ki, planetimizdə bir insan növü yaşayır ki, dərəkalı insandır, Homo sapiens adlanırdı. Lakin insanlar müxtəlif ərazilərdə, müxtəlif mühitlərdə yaşadığına görə bir çox onlarda morfoloji, yəni fenotip bir çox dəyişkənliklər baş vermişdir. Həmin bu fenotip zahiri görünüşünə görə dəyişkənliklər avropoid,
Avropoid irqinə, Mongoloid və ekvatorial irqlərə ayrılırdı. Bunlar arasında qarşı içərisində də təbii ki, kiçik irqlərə də rast gəlinir. Əsas irqlərimiz hansılar oldu? Avropoid, Mongoloid, ekvatorial irqlər. Və burada da demək istəyirəm ki, məhz bu irqlər populyasiya dalğaları adlanırdı. Nə adlanırdı? Populyasiya dalğaları adlanır. Birinci Avropoiddir ki, bura Cənubi Asiya, Şimali Afrika əhalisi aiddir. Hətta Avropoid irqlərinə ağ irq də deyirlər. Onların nazik, dar burunları, düz yumşaq saçları, ensiz üzləri, şimalda yaşayanların dəriləri daha açıq rəngdə olmuşdur. Bəli, düz yumşaq saçları, ensiz üzləri, şimalda yaşayan dəriləri daha açıq rəngdədir. Mongoloid Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Şərqi Asiya əhalisi bu irqə aiddir. Onların nümayəndələri sarı irq adlandırılırdı. Üzləri iri və yastı, saçları düz və sərtdir. Gözlərinin ətrafları isə büküşlüdür. Bax, bu əlamətləri bilməliyik, təbii ki, bilirik. Ekvatorial irq isə iki şaxəyə bölünür. Afrika və Avstraliya şaxələrinə bölünür ki, bunlara dəriləri, gözləri qara, burunları yastı və enli olurdu. Saçları qara və qıvrım olurdu. Bax, bunları da yadımızda saxlayaq ki, bu da populyasiya dalğaları idi insan irqləri haqqında. Bu qədər.